Əziz izləyicilər, bugün mən biblioqrafiya haqqında danışmaq istəyirəm. Belə ki, bildiyimiz kimi, kitabxanaçıların işə qəbul imtahanında əsasnamə ilə yanaşı, kitabxana işi haqqında qanunla yanaşı, kitabxanaşünaslıq və biblioqrafiyadan da suallar düşəcək. Bunu qeyd etmək istəyirəm ki, mənim fikrimcə ən əsasnamədən, kitabxana işi haqqında qanundan, kitabxanaşünaslıq və biblioqrafiyadan, oxuculara xidmətin əsaslarından sual düşəcək. Təbii ki, burada əmək qanunvericiliyi, əmək mühafizəsi, texniki təhlükəsizlik haqqında qanun, bu kimi mövzular da göstərilir. Təbii ki, sual düşəcək, amma ya 1, ya 2, ya 3 sual düşər deyə düşünürəm. Daha çox ixtisas yönümlü suallar olacaq ki, əsas baxın, bax bunlardan suallar düşəcək. Təbii ki, bax qanunun, əsasnamənin linkləri yerləşdirilib. Siz bunlara keçid edərək həmin mövzuları oxuyub öyrənə bilərsiniz. Amma kitabxanaşünaslıq, biblioqrafiyada oxuculara xidmətin əsaslarıdır, təsnifatdır, kataloqların tərtibi normalları və s. Yəni bunların linkləri göstərilməyib və yəqin ki, sizi düşündürür ki, nə tipli sual düşə bilər, bu fənlərdən hansı mövzular düşə bilər, hansı suallar düşə bilər. Baxın, bu günlərin biblioqrafiya haqqında danışacağam. Belə ki, biblioqrafiyanın özü geniş bir sahədir, qolları müxtəlifdir. Ümumi biblioqrafiya var, xarici biblioqrafiya var, sahibi biblioqrafiya var, ədəbiyyatın və incəsənətin biblioqrafiyası var, kitabxanada biblioqrafiyanın təşkili var və s. Yəni bu kimi həm kollecdə kitabxanaçılıq ixtisası oxuyan tələbələrə, həm ali təhsil müəssisələrində kitabxanaçılıq ixtisası oxuyan tələbələrə bu fənlər hər semestr ərzində keçirilir. Təbii ki, bu saydığım fənlərin hamısından suallar düşməyəcək. Çünki cəmi bildiyimiz kimi 20 sual olacaq və bu 20 sual həm sırf kitabxana ixtisasını əhatə edən suallardan düşəcək, həm əmək qanunvericiliyindən, yanğından mühafizədən və s. Yəni bunların hamısı əhatə olunmalıdır. Ona görə də biblioqrafiyaya dair əsas anlayışlar, əsas terminlər düşəcək. Yəni ümumi anlayışlardan suallar düşəcək. Məsəl üçün, mən indi bir-iki nümunə gətirəcəm ki, nə tipli suallar düşə bilər. Baxın, ehtimaldır ki, biblioqrafiya nədir sualı düşə bilər. Biblioqrafiya nədir? Biblioqrafik informasiya nədir? Biblioqrafik informasiya hansı formada tələbatçılara çatdırılır? Biblioqrafik, belə deyim, vəsaitin janrı, növü, tipləri, biblioqrafiyalaşdırma nədir? Cari biblioqrafiya nədir? Retrospektiv biblioqrafiya nədir? Biblioqraf kimdir? Daha sonra biblioqrafik informasiya xidməti nədir? Biblioqrafiyalaşdırma nədir? Biblioqrafik fəaliyyət nədir? Biblioqrafik təbliğat nədir? Hansı formaları var? Biblioqrafik təsvir nədir? Biblioqrafik təsviri hansı qaydalar əsasında biblioqrafik təsvir tərtib olunur? Hansı təsnifat sistemləri var? Azərbaycanda kitabxanalarda hansı təsnifat cədvəllərindən istifadə olunur? Təsnifləşdirmədən daha doğrusu istifadə olunur. Yəni bu kimi biblioqrafiyanı əhatə edən ümumi anlayışları ifadə edən suallar düşə bilər. Ona görə də daha çox bunlara köklənmək lazımdır. Bunların cavablarını bilmək lazımdır ki, artıq sual düşəndə siz o sualların cavablarını rahatlıqla yaza biləsiniz. Bu günlərim qısa formada bəzi saydığım anlayışların izahını verəcəm. Daha çox biblioqrafiya dair məlumatlar əldə etmək istəyirsinizsə, ilk növbədə kanala abunə olun. Daha çox videolar paylaşmağımı istəyirsinizsə, bu haqda kanala abunə olun. Şərh yazmağı unutmayın. Nə suallarınız varsa, sizi maraqlandıran nələrdirsə və qeyd edim ki, biblioqrafiya dair suallar da tərtib edib paylaşacağım burada. Cavablarını qeyd edərsiniz və ümumi bir ümumiyyətlə kitabxana ixtisasını əhatə edən ümumi sınaq kimi suallarda hazırlayacağım. Keçib biblioqrafiya nədir sualına? Baxın, qeyd etmişəm burada. Biblioqrafiya insan fəaliyyətinin bir sahəsidir. Onun əsasında biblioqrafik informasiya mənbələri yaradılır və tələbatçılara çatdırılır. Cəmiyyətdə biblioqrafik informasiyanın verilməsini təmin edən fəaliyyət sahəsidir. Yəni, cəmiyyətdə biblioqrafik informasiyanı hansı formada tutaq ki, təmin edən bir fəaliyyət sahəsidir? Təbii ki, buraya biblioqrafiya aiddir, biblioqrafiya şünaslığa aiddir, biblioqrafik kadrların hazırlanması və idarə etməsi işləri daxildir. Biblioqrafik informasiyanın hazırlanmasını və tələbatçılara verilməsini təmin edən elmi fəaliyyət sahəsidir biblioqrafiya sahəsi, ümumiyyətlə biblioqrafiya. Baxın, burada qeyd etmişəm ki, biblioqrafik
biblioqrafik informasiya mənbələrini yaradır və tələbatçılara çatdırır. Yaxşı, belə bir sual çıxır ki, bu biblioqrafik informasiya hansı formada cəmiyyətdə mövcud olur, hansı formada cəmiyyətə ötürülür? Biblioqrafik vəsait formasında qeyd etmişəm. Bəs yaxşı, biblioqrafik vəsait nədir? Biblioqrafik vəsait, biblioqrafik informasiyanın məqsədinə, oxucu istiqamətinə uyğun olan fikrə, məqsədə, forma və məzmununa görə vəhddə götürülmüş, qaydaya salınmış biblioqrafik yazı toplusudur. Biblioqrafik vəsaitin belə deyim, tipləri, formaları, janrları var. Tiplərindən danışaq. Biblioqrafik vəsaitin hansı tipləri var? Biblioqrafik göstərici, biblioqrafik siyahı və biblioqrafik xülasə. Biblioqrafik göstəricidə biz nə başa düşürük? Biblioqrafik göstərici mürəkkəb quruluşa malik olur və köməkçi aparatı olur. İndi mən köməkçi aparatın nə olduğunu da sizə izah eləyəcəm. Biblioqrafik göstərici müstəqil şəkildə nəşr olunmalıdır, konkret məqsəd olmalıdır, konkret istifadəçi istiqaməti olmalıdır biblioqrafik göstəricinin və bunlar əsasında biblioqrafik göstərici hazırlanır. Biblioqrafik siyahı isə sadə quruluşlu, köməkçi aparatı olmayan bir vəsaitdir. Biblioqrafik xülasə isə biblioqrafiyalaşdırma obyektləri olan sənədləri əlaqəli şəkildə səciyyələndirən biblioqrafik vəsaitdir. Baxın, dedik ki, biblioqrafik göstərici müstəqil olur, konkret məqsəd və oxucu istiqaməti olur və mürəkkəb quruluşa malik olub köməkçi aparatı olur. Bəs yaxşı, köməkçi belə deyək, bunlardan başqa biblioqrafik vəsaitin başqa tipi varmı? Bəli, var. Köməkçi göstəricilər də məhz biblioqrafik vəsaitin tipi hesab oluna bilər. Köməkçi göstərici nədir? Köməkçi göstərici biblioqrafik vəsaitlərin sonunda tərtib olunur və biblioqrafik axtarışı asanlaşdırmaq məqsədi daşıyır. Daha sonra mən burada qeyd etmişəm biblioqrafik informasiyanın ictimai funksiyalarını. Biblioqrafik informasiyanın 3 ictimai funksiyası var. Qiymətləndirmə, axtarış və kommunikativ. Qiymətləndirmə nədir, axtarış nədir, kommunikativ nədir? Bunlar haqqında biraz məlumat verim. Adından görüldüyü kimi qiymətləndirmə nə ola bilər? Deməli, informasiyanın belə deyim, informasiya tələbatçısının sorğunluğuna uyğunluğunu qiymətləndirmədə istifadə olunur. Yəni, informasiya tələbatçının verdiyi, aldığı informasiya onun sorğusuna uyğun gəlirmi? Bunu qiymətləndirir. Axtarış və kommunikativ funksiyası isə sənədləri məzmun və forma cəhətdən qaydaya salır. Məzmun və forma cəhətdən qaydaya salır. Yəni, bugünlük bunlar haqqında belə deyim, məlumatlara qeyd eləmişəm biblioqrafiyaya dair, amma dediyim kimi, retrospektiv biblioqrafiyanı bilmək lazımdır, cari biblioqrafiyanı bilmək lazımdır, biblioqraf kimdir, biblioqrafik informasiyanın fəaliyyət sahələri hansılardır, biblioqrafik belə deyim, fəaliyyətin prosesləri hansılardır, biblioqrafik təbliğat nədir, məsləhət nədir və bu kimi sualları öyrənmək lazımdır. Ümidvaram ki, bugünkü izahım sizin üçün yararlı oldu. Hələlik bu qədər.